Dünyanın ən təhlükəli meşəsində itkin düşən 4 uşaq inanılmaz şəkildə 40 gün sağ qaldı. Hər kəs onların öldüyünü düşünürdü. Amma 4 balaca uşaq 40 gün boyunca Amazonun dərinliklərində bu vəhşi təbiətdə sağ qalmağı bacardı. Araraçuara'dan San Jose del Guaviare şəhərinə uçan kiçik Cessna 206 model təyyarə qəzaya uğradı. Pilotlar hadisə yerində həyatlarını itirdilər. Ağır yaralanan ana son nəfəsində uşaqlarına buradan getmələrini və xilas olmalarını tapşırdı. Anası işdə olanda qardaş bacılarına baxan 13 yaşlı Leslie bu dəfə də bütün məsuliyyəti öz üzərinə götürdü. Təyyarə qalıqlarından tapdığı az miqdarda maniok ununu götürüb, qardaşları ilə birlikdə meşənin içərisində hərəkət etməyə başladı. Un bitdikdən sonra Leslie uşaqları meşədən yığdığı meyvə və toxumlarla qidalandırdı. Leslie, Huitoto etnik qrupundan olduğu üçün baba və nənəsindən meşədə hansı bitkilərin yeyilə biləcəyini, hansıların zəhərli olduğunu öyrənmişdi. Uşaqlar 40 gün boyunca leysan yağışları, zəhərli həşəratlar, ilanlar və yaguar kimi yırtıcıların olduğu bu cəhənnəmdə sağ qalmağı bacardılar. Hamı ümidini üzmüşdü və artıq cəsədlər axtarılırdı. Amma axtarışın 40-cı günü qəza yerindən 5 kilometr uzaqda bir möcüzə oldu. Uşaqlar sağ tapıldılar. Leslie'nin bacarığı və cəsarəti sayəsində uşaqlar sağ-salamat xilas oldular.